Sağ ol, xoş gəlmisiniz. Arkadaş menü zad lazım değil. Bir dənə böyük, normal belə kababdan zaddan gətir. Qiymətin fərqi yox. Cavab sizməlim. Nəsə böyük, başa düşün. Özdə vaxtım azdır, tez elə. Şef. Nəsə pullu müştəri gəlib. Buna nəsə pişir də. Nə bişirim? Usta, tək oturub. Pulda da problemi yox da. 5 nəfərlik metrlik kebab setindən pişir də bir də. 20 dəqiqə hazır. Dünən gəldin. Şef, səndən bir dənədir. Əlbəttə ki, məndən bir dənədir. Nə deyirəm ki, şef, əlbəttə səndən bir dənədir. Bax belə. İsti kebab yağlı fəti, isti kebab yağlı fəti, doymaq olmur yenə gətir, doymaq olmur yenə gətir, qırlarımı al. Metrli kebab set hazırdır. Sağ ol ey şef. Deyirdim də səndən bir dənədir. Öz bu nədir? Yeməkləri anır. Narahat olmayın müəllim, hər şey hazır. Demişdiniz ey, nəsə böyük olsun. Metrlik 5 nəfərlik kebab seti. Buyurun, nuş olsun. Hələ bildin də, özüm bilərəm, nuş olsun, nə olsun. Ay qardaş, mənim hesabım nə qədər elədi? Hamısını yeyib qutara bilmədim. Çox idi, amma əla idi. Başa oldu, doya bildi. Qaldı. Hamısı yedi. Yox, qaldı. Sizdə müəllim 68 manat. Pul problem deyil, kartla olacaq ödəniş. Müəllim, ödəniş keçmədi. Kartınızda pul yoxdur. Nəçər yan yoxdur? Pulun yoxdur? Pərpətən, özünə gəl. İndi vacib adama zəng eləyəcəm, həll olunacaq hər şey. Nə deyir mən? Mən o bedel edirdim, mənim kartımda pulum yoxdur. Sən mən pul ata bilərsən. Sağ ol. Hədə, təzdən bu. Vəssalam, keçdi müəllim. Təşəkkürlər.